Neftçidə çıxış etmiş Georgi Adamiya, səhvəmsə Georgi Adamiyadır bu, bəli. Georgi Adamiyanı biz neçənci pilləyə qoya bilərik? Adamiya Azərbaycan çempionatı uzun oynayıb, uzun müddət oynayıb. Adamiyanın, hətta mənim ilk şərhlədiyim oyun Qarabağın Moik maçı olmuşdu və oradakı yeganə qolu Adamiya olmuşdu, yanlış xatırlamamsa. Antiagolli, Qarabağın UEFA Çempionlar Liqasında ilk dəfə çıxış etdiyi mövsümün və ümumiyyətlə Qarabağın ən dəyərli futbolçularından biri Albaniyalı Qaqaş, Antiagolli, onu biz 6-cı yerə qoya bilərik. Julius Vobay, Vobay həm Xəzərlənkəran, həm də Neftçidə oynayıb və yadda qalan futbolçulardan idi. Neftçinin Avropa Liqasında vəsiqə qazanmasında Apoellə oyunda vurduğu qol yəqin ki unudulmur. Onu 8-ci pilləyə yerləşdirək. Juninho çempionatımıza gələrkən o qədər də məşhur futbolçu deyildi. Portuqaliya 2-ci liqasından gəlmişdi, amma çox inkişaf elədi və Flamengo'ya yollandı. Mənim üçlüyümdə olmaz yəqin ki 4-cü yer. Marko Yankovic şübhəsiz o ilk üçlükdə var. Görüm digər futbolçular çıxa bilər. 3-cü yerə qoyum. İndiyə qədər ki, Reynaldo mənim zənnimcə Azərbaycan çempionatına çıxış etmiş ən sehirbaz, ən yüksək texnikalı, ən meydanda istədiyini çox rahat şəkildə həyata keçirən futbolçuydu. Şərh etdiyim oyunları olub, xüsusilə onun Salzburgla maçdakı qolu heç unutmuram. Reynaldo, The King, 1-ci yer. Flavio Alex Valencia, Neftçinin Avropa Liqasında vəsiqə qazandığı mövsümün kollektivinin maestrosu, unudulmaz Neftçi futbolçusu, 2-ci yer. Baqali Dabo həm Qəbələ, həm də Neftçidə oynayıb. Dabo çox istedadlı hücumçuydu, liderlik bacarığı var idi və onu da çempionatımızdakı inamlı çıxışı ilə xatırlayıb 9-cu yerə qoymaq olar. Keisuke Honda cəmi bir mövsüm oynadı, hətta bir mövsümdür deyəsən, tam olmadı. Neftçi çempionluq qazandırdı. Yaxşı ki 5-ə qoymadım. Yaxşı ki 10-cu yerə qoydum. 5-ci yerə Nicolas Canales yerləşdirilir, çünki başqa pillə də yoxdur. Bəlkə 4-cü olardı Nicolas Canales. 4 və ya 5-ci yer, yəni Juninho ilə yerini dəyişmiyorlardı, amma Juninho'nun Avrokuboklardakı çıxışı və Qarabağda gördüyü işlər məncə daha çox yadda qalan olub deyə düşünürəm.